Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif riyaziyyat dərsliyi üzərində tapşırıqların izahını verəcəm. Üç rəqəmli ədədlərin çıxılması. Öncə öyrənmə materialına baxaq. Üç rəqəmli ədədlərin fərqini taparkən əvvəlcə təkliklər, sonra onluqlar, axırda isə yüzlüklər çıxılır. Bəzən azalanın təklikləri çıxılanın təkliklərindən, onluqları isə onluqlarından böyük və ya bərabər ola bilər. Məsələn, nümunədə 578 ədədindən 143 çıxıbdır. Necə dedik? Qaydamıza uyğun olaraq ilk öncə təklikləri çıxırıq. 8-dən 3 çıxırıq, qalır 5-i. Sonra onluqları çıxırıq. 7-dən 4 onluq çıxsa, qalır 3-ü. Yüzlükləri çıxanda 5-dən 1-i çıxanda qalır 4-ü. Yəni 578-dən 143 çıxsaq, qalır 435. Həmçinin ədəd ox üzərində də göstərə bilərik. 578-i ədəd ox üzərində qeyd edirik. 143 çıxanda bir yüzlük var. Bir yüzlük 578-dən bir yüzlük geri gəlirik. 478. 4 onluq geri gəlirik. 1, 2, 3, 4. Və 3 təklik geri gəlmiş oluruq. Alırıq 435. Tapşırıqlar üzərində daha aydın yazaq. Bələdçi tapşırığına baxaq. Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tapın. Təsvirlərə baxaq. 375-dən 152 çıxıbdır. Baxırıq. Bizim 375 azalanımızdır. 152 çıxılanımızdır. Bir dənə yüzlük çıxırıq. 152 ədədində bir yüzlük 5 onluq var. 5 dənə onluq çıxırıq. 1, 2, 3, 4, 5. 5 onluq çıxırıq və 2 təklik çıxırıq. 152. 5-dən 2 çıxsaq 3-ü, 7-dən 5 çıxsaq 2-si, 3-dən 1 çıxsaq 2-si qalmış olacaq. Davam edək. 649 bizim azalanımızdır. 526 çıxılanımızdır. 526 ədədində 5 dənə yüzlük var. 5 dənə yüzlüyün üzərindən xətt çəkirik. 5 dənə yüzlüyün üzərindən xətt çəkirik. 4 onluğun üzərindən xətt çəkirik. 9 təkliyin. Üzr istəyirəm, 4 onluğun yox. 2 onluğun. 2 onluğun üzərindən xətt çəkirik. 6 təkliyin. 6 təklik də buradır. Qaldı 526 çıxırıq, yəni. Qaldı 9-dan 6 çıxsaq 3 təklik qalır. 4 onluqdan 2 onluq çıxsaq 2 onluq qalır. 6-dan da 5 çıxanda biri qalmış olacaq. Fərqi tapın, tapaq. 600-dən 100 çıxıb, əvvəlcə təkliyi çıxırıq. 0-dan 0 çıxsaq 0, 0-dan 0 çıxsaq 0, sonra isə ən sonunda yüzlüyü çıxırıq. 6-dan 1 çıxsaq qalır 5-i. 0-dan əvvəlcə 0-ı çıxırıq, 0 alırıq. 4-dən 4 çıxanda 0, 3-dən 1 çıxanda 2-si qalmış olacaq. 6-dan 4 çıxsaq 2-si, 7-dən 2 çıxsaq 5-i, 5-i də olduğu kimi düşürürük aşağı. 5-dən 2 çıxsaq qalır 3-ü, 7-dən 3 çıxsaq 4-ü qalır, 4-dən 2 çıxsaq 2-si qalır. 8-dən 4 çıxanda 4-ü qalır, 6-dan 0 çıxsaq 6-sı, 5-dən 9-dan 5 çıxsaq 4-ü qalır. 9-dan 5 çıxsaq qalır 4-ü, onluğu və yüzlüyü olduğu kimi aşağı düşürmüş oluruq. 4-dən 2 çıxsaq 2-si qalır, 8-dən 4 çıxsaq 4-ü qalır, 5-dən 5 çıxanda 0 qalır, öndəki 0 yazılmasa da olar. Fərqi alt-alta tapın. 560-dan 30 çıxırıq. 560-dan çıxırıq 30-u. 0, altdan 3 çıxsaq 3-ü 5 olduğu kimi düşürük. 485-dən çıxırıq 45-i. 5-dən 5 çıxsaq 0, 8-dən 4 çıxsaq 4-ü, digər 4-ü düşürürük yüzlüyün yerinə. 925-dən 211 çıxıb, 952-dən 211 çıxıbdır. 2-dən 1 çıxsaq 1-i, 5-dən 1 çıxsaq 4-ü, 9-dan 2 çıxsaq 7-si qalmış olacaq. 547-dən 5 çıxıbdır. 547 çıxaq 5. Təkliyi təkliyin altından yazmaq lazımdır və düzgün çıxmaq lazımdır. 7-dən 5 çıxsaq 2-si, onluğu və yüzlüyü olduğu kimi düşürük aşağı. 984-dən 22 çıxırıq. 984-dən çıxırıq 22-ni.
4'dən 2 çıxsaq 2'si, 8'dən 2 çıxsaq 6'sı, 9'u düşürük. 588'dən çıxırıq 153'ü. 8'dən 3 çıxsaq 5'i, 8'dən 5 çıxsaq 3'ü, 5'dən 1 çıxsaq 4'ü qalmış olacaq. 739'dan 107 çıxırıq. 739 çıxaq 107. 9'dan 7 çıxsaq qalır 2'si. 1'dən 0 çıxsaq 1'i, 7'dən 1 çıxsaq 6'sı qalmış olacaq. Davam edək. Ədədləri açıq şəkildə yazmaqla da fərqi tapmaq olar. Bu halda uyğun mərtəbə qiymətləri çıxılır və cavablar tapılır. Baxaq, bu tip tapşırıqlar işləmişik iş dəftərində də, dərslikdə də. 578 ədədində 8 təklik var, 7 onluq, 5 yüzlük. 5 yüzlüyümüz 500 edir, 7 onluğumuz 70, 8 təkliyi qeyd edirik. 143 ədədində 3 təklik, 4 onluq, 1 yüzlük var. 1 yüzlüyümüz 100'dür, 4 onluğumuz 40, 3 təkliyi də qeyd edirik və uyğun olaraq çıxırıq. Açıq şəkildə yazırıq mərtəbə qiymətlərini. 500'dən 100 çıxsaq 400, 70'dən 40 çıxsaq 30, 8'dən 3 çıxsaq 5'i qalır və axırda aldığımız cavabları toplayırıq. 400'ün üzərinə 30 gəlirik. 430 üzərinə də 5 gələndə edəcək 435. Uyğun mərtəbə qiymətlərini çıxmaqla fərqi tapın. Fərqi tapaq. 638'dən 122 çıxıb. Nə edirik? Əvvəlcə yüzlüyü çıxırıq. 600'dən çıxırıq 100'ü, qalır 500. 3 onluğumuz 30'dur. 2 onluğumuz 20'dir. 30'dan 20 çıxanda qalır 10. Təkliyi çıxaq. 8'dən də 2 çıxsaq, 8'dən 2 çıxsaq qalır 6'sı. Sonda nə edirik? 500'ün üzərinə 10 gəlirik. Üzərinə də 6 gəlirik. Edir 516. Yəni 638'dən 122 çıxsaq 516 qalmış olacaq. Bu qaydaya uyğun olaraq digər misalları yazırıq. Məsələn, 573'dən 23 çıxıb. Baxırıq ki, çıxılanımızda yüzlük yoxdur. Ona görə də 500'dən 0 çıxırıq. 0 yüzlüyümüz var çıxılanda. Olur 500. Onluqları çıxaq. 7 onluğumuz 70, 2 onluğumuz 20. 70'dən çıxsaq 20'ni qalır 50'si. 3'dən, 3 təklikdən çıxırıq 3'ü qalır 0. 500'ün üzərinə gəlirik 50'ni, üzərinə gəlirik 0, edəcək 550. 845'dən 40 çıxırıq. Boş yerlərdə qeyd edirəm. 845'dən 40 çıxanda yüzlükləri çıxsaq baxırıq ki, çıxılanımızın yüzlüyü 0'dır. 8 yüzlükdən 8 yüzlüyümüz 800'dür. Çıxırıq 0 yüzlüyü, yəni yüzlüyümüz 0'dır. Edir 800. Onluqları çıxsaq 4 onluğumuz 40. Burada da 4 onluq var 40. Yəni 40'dan 40 çıxırıq qalır 0. Burada isə 5 təklik var. Burada 0 təklik. 5'dən 0 çıxsaq qalır 5'i. 800'ün üzərinə 0 gəlirik. Üzərinə də 5 gəlirik. Edəcək 805. Neçədir? 805. 984'dən 250 çıxırıq. 9 yüzlük, 2 yüzlük. 9 yüzlüyümüz 900, 2 yüzlüyümüz 200. Çıxanda qalır 700. 8 onluğumuz 80, 5 onluğumuz 50. 80'dən 50 çıxırıq. Qalır 30. Təkliyi çıxsaq 4 təklik, 0 təklik. 4'dən 0 çıxsaq qalır 4. Sonra isə toplayırıq. 700'ün üzərinə 30 gəlsək, bunları toplayaq. Edəcək 730. Üzərinə də 4 gəlsək 734 edəcək. Yəni qalır 734. Davam edək. 488'dən 65 çıxıb. Çıxılanımızda gördüyümüz kimi yüzlük yoxdur. Azalanımızın 4 dənə yüzlük var. 4 dənə yüzlüyümüz edir 400. Çıxırıq burada 0 yüzlük. Edəcək 400. 8 onluğumuz 80, 6 onluğumuz 60. 80'dən çıxırıq 60'ı qalır 20. 8 təklik burada, 5 təklik burada. 8'dən çıxsaq 5'i qalır 3'ü. Sonra nə edirik? 400'ün üzərinə 20 gəlirik. Üzərinə də 3 əlavə edirik. Edəcək 423.
Yəni 488-dən 65 çıxsaq 423 qalmış olacaq. Növbəti tapşırığa baxaq. Bunu sileyim. Aha. 763-dən 511 çıxıb. 700-lük, 500-lük edir. Yüzlükləri çıxırıq əvvəlcə. 700-dən 500 çıxsa qalır 200. 6 onluğumuz 30, 6 onluğumuz 60, 1 onluğumuz 10. 60-dan 10 çıxırıq qalır 50. 3 təklik, 1 təklik. 3-dən 1 çıxırıq qalır 2-si. 200-ün üzərinə gəlirik 50-ni, üzərinə gəlirik 2-ni. Edir 252. Davam edək. 999-dan 706 çıxırıq. 900-lük, 700-lük. 900 çıxaq 700 qalır 200. 9 onluğumuz 90. 0 onluq var digərində. 90-dan 0 çıxırıq qalır 90. Təkliklər çıxaq 9-dan 6 çıxsaq. 9-dan 6 çıxsaq qalır 3. Sonra isə cavabları toplayırıq. 200-ün üzərinə 90 gəlirik. Üzərinə də 3 əlavə edirik. Edir 293. Yəni 999-dan 706 çıxsaq 293 qalmış olar. Misalları həll edin. Həll edək. 973-dən 40 çıxıb. Sizə necə rahatdır? İstər alt-alta yazın, istər şifahi hesablayın, istərsə də açıq şəkildə yazmaqla hesablayın. Hansı uyğundursa o şəkildə yaza bilərsiniz. Yekun olaraq eyni cavabı alacaqsınız. Baxın, 73-dən 40 çıxa bilərsiniz. 73-dən 40 çıxsaz qalır 33. 9-un üzərinə 33 gəlsəz edəcək 933. 752-dən 201 çıxıbdı. 752-dən 201 çıxsaz, 700-dən 200'ü çıxa bilərsiniz 500. 52-dən də 1 çıxanda qalır 51. 500-ün üzərinə 51 gələndə edir 551. 786-dan 2 çıxanda, 86-dan 2 çıxsaz qalır 84. 700-ün üzərinə 84 gəlsəz 784 edər. 838-dən 306 çıxsaz, 800-lükdən 300'ü çıxsaz qalır 500'lük. 38-dən də 6'nı çıxsaz qalır 32. 500'ün üzərinə 32 gəlində edəcək 532. Davam edək. 566-dan 250 çıxıb. 500-dən 200 çıxsaz qalır 300. 66-dan 50 çıxsaz qalır 16. 300-ün üzərinə 16 gələndə 316 edəcək. 349-dan 102 çıxanda 300-dən 100 çıxsaz qalır 200. 49-dan 2 çıxsaz qalır 47. 300-ün üzərinə 47 gəlsəz 347 edəcək. Üzr istəyirəm 247. 200-ün də üzərinə 47-ni gəlirsə edir 247. 547-dən 15 çıxanda gördüyümüz kimi çıxılanımızda yüzlük yoxdur. Ona görə onluğu çıxaq. 47-dən onluq və təklikdən digər onluq təkliyi çıxaq. 47-dən 15 çıxsaq qalır 32-si. 500-ün üzərinə 32 gələndə edir 532. Digər tapşırığa baxaq. Qapan tərəzidə inəyi çəkib kütləsinin 265 kiloqram olduğunu müəyyən etdilər. Qoyun isə inəkdən 221 kiloqram yüngül gəldi. Qoyunun kütləsi neçə kiloqramdır? Diqqət edirik. Qapan tərəziyə baxırıq. İnəyin çəkisini müəyyən ediblər. Qoyun inəkdən yüngüldür. Bizə deyir ki, inəyin kütləsi 265 kiloqram olduğunu müəyyən etdilər. Qoyunun kütləsi inəyin kütləsindən 221 kiloqram yüngüldür. Qoyunun kütləsi neçə kiloqramdır? Qoyunun kütləsini tapmaq üçün nə edəcəyin? İnəyin kütləsindən 265 kiloqramdan çıxırıq. Nə qədər yüngüldür? 221 kiloqram yüngüldür. 221'i. 5'dən 1 çıxsaq qalır 4'ü. 6'dan 2 çıxsaq qalır 4'ü. 2'dən 2 çıxanda da qalır 0. Buradan aydın olur ki, qoyunun kütləsi nə qədərdir? 44 kiloqram. Öndə yazılan 0'ı yazmasaq da olar. Bir mənası yoxdur. Bizdən soruşur, qoyunun kütləsi nə qədərdir? Qoyunun kütləsi 44 kiloqramdır.